Salam. Nə vaxtın sizin? Biz Əhməd bəylə danışmalıydıq. Əhməd Bey, Sadətdə buyurun. Nə danışmaq istəyirsiniz? Nişanlısıdır. Nişanlısıdır. Bəli. Tamam. Siz nə barədə danışmaq istəyirsiniz? Xəbər vermək siz deyin, biz də bilək də. Yəni, nə deyim, mən... Yaxşı, Əhməd bəy çoxsa yanınızdadır? Yox, xeyr, yanımda deyil. Siz deyin nə ilə bağlı olduğunu. Mən də ona çatdırım da, yəni o özü burada deyil. İşə görə Rusiyadadır. Hə, işə görə danışa bilmirsiniz bizlə? İndi danışa bilməyəcək, xeyr. Amma nə ilə bağlı olduğunu mənə deyin də, xahiş edirəm. Əhməd bəyə mütləq və mütləq. Bəli? Deyin. Hə, deyirəm. Biraz tez deyin, xahiş edirəm, həyəcanlanmayın. Həyəcanlanmayın. Əyləşin hətta deyərdim. Haval Julian Pro avtomobilini qazandırdı. Təbrik edirik sizi. Necə, neynədiniz? Onu ben yazmışdım Əhməddən əvvəl. Məndən onun adımla yazmışdım da. Siz yazmışdınız hətta. Gördünüz əliniz necə yüngüldür. Xeyirli olsun. Maşın qazandık. Latariyada maşın qazanmışam. Oldu. Sağ ol. Sizə nə qədər Təbrik edirik sizi. Xoş günlərdə idarə eləsiniz. Xoş günlərdə sürəsiniz. Yaxşı olardı ki, biz Əhməd bəylə də əlaqə saxlayaq. İndi amma yenə də təbii ki, biz onu görəcəyik. Bu açarları ona təqdim edəcəyik. WhatsApp-la yığa bilərsiniz. Mən onu xəttə qoşum. Tamam. Onda biz buradaydık. Salam, hoş gördük. Tebrik ederiz sizi. Siz heyecanlısınız. Çok seviniriz, çok seviniriz size göre. Əhməd bəy, hər vaxtınız xeyir. Mən belə göstərim ki, hər kəs görsün icazənizlə. Söz tapınız deyə bilmirəm, amma çox sevindik. Təşəkkür edirəm sizin kampanyanıza. Uğurlu olsun, bərəkətli olsun. Hər kəsə tövsiyə edirik yol kənarında sizin gözəl, təmiz, səliqəli yerlərinizə dayansınlar. Yəni biz də çox şad olduq, həqiqətən. Çox sevindik, təşəkkür edirik hər birinizə.